Burada birisiz haradır. Bura Ağdam rayon Gəlbənd qəsəbəsinə gedən yol. Görün nə gözəl. Baharın gəlişi ilə buralar gözəllənir. Ağaçları görürsünüz. Aslında bax bu gördüyünüz bu meşələr, meşədə ağac çox idi. Sonra hər birini kəsə meşənin kökünə çıxdılar. Çox gözəl yerdir. Bu yol xoşuma gəlir. Çox gözəl yol. Ümumiyyətcə gəzmək, yermək mənim xoşuma gəlir dostlar. Uzun bir yol ola qəşəng. Gəzməli, mənzərəli yollar ola. Yəni ümumiyyətcə Rusiyada olanda Rusiyanın bir parkı var idi orada. Ditdili parkı idi. And olsun onda bir gözəl parkı idi. Parka girirdi, inanırsız. Adam çıxmaq bilmirdi. Deməli o park bilirsiniz hardaydı? Surgutdaydı. Surgutun Noyabrsk şəhəri var orada. Orada mən qaldım. Oranın parkı gözəl idi. Hər gün işdən çıxanda uşaqlarla gedib gəzirdik. Gəzmək, görmək yaxşı şeydir ümumiyyətcə. Bacarın həyatınızda nə qədər imkan olsa gəzin. Gəzin. Səhəri bilmək olmur. İmkan olduqca yeyin, için, şənlənin, gününüz xoş keçsin. Bu insan üçün ən böyük xoşbəxtlikdir. İyi ağaçlar var, quruyur. Görürsünüz. Gəldiyimdə yer var belədir. Bunlar özü desən uzun qulaq qanqalı değil mi? Elə deyirlər. Bilmirəm, siz bilirsiniz yoxsa. Buna uzun qulaq qanqalı deyirlər. Gün çoxdur.